Əsasən geri qaytarma və ruzi bərəkət işləri ilə bağlı müraciət edirlər. Geri qaytarma deyəndə, yəni küsmüş sevgililəri ilə barışmaq nəzərdə tuturlar. Əslində geri qaytarma adında bir iş yoxdur. Kim ki deyirsə ki, geri qaytarma əməli edirəm, o elə-belə adicə şirinlik edəcək. Geri qaytarmaq üçün, yəni küsən sevgilini geri qaytarmaq üçün baxıb problemin nədə olduğunu görüb, həmin problemi aradan qaldırmaq üçün iş görmək lazımdır. Misal üçün, arada başqa qadın varsa və yaxud da başqa kişi varsa, əməl zadı varsa və yaxud da problem sizin tərəfinizdə və yaxud da qarşı tərəfdədirsə, bunları bilib buna görə iş görmək lazımdır. Yəni, baxmadan iş görmək olmur və baxmadan görülən işə də qaranti vermək olmur. Geri qaytarma adında bir iş yoxdur. Geri qaytarma dedikləri iş adi elə-belə şirinlik işidir. Amma geri qaytarma nəticədir, işin nəticəsi. Geri qaytarmaq üçün də konkret olaraq problemləri görüb aradan qaldırmaq lazımdır. Qaldı ki, ruzi bərəkət məsələləri ilə bağlı əsasən bunu biznes adamları elətdirir. İşlərinin zəif getməsi ilə bağlı çox vaxtda işlər zəif gedəndə elə fikirləşirlər ki, əməl zadı var, onun təsiridir. Amma həmişə əməl zadının təsiri olmur. Bu hansısa pis, belə deyək ki, dostların və yaxud da ortaqların səbəb olması ilə də ola bilir. Uğursuzluqların olması ilə, uğursuz dövrün olması ilə əlaqədar da ola bilir. Ona görə də ruzi bərəkət üçün də iş görəndə baxıb problemin nədə olduğunu bilib, sonra iş görmək məsləhətdir. Elə olanda görülən işə qarantiya da vermək olur. Bir də ki, daha çox soruşurlar ki, verilən suallardan biri də budur ki, ekstrasenslə falsıların fərqi nədir? Ekstrasenslər öz hissiyatı ilə baxır. Yəni, Azərbaycanda mən özümdən başqa ekstrasens tanımıram. Hansına baxası olsan, əlində bir dəstə kart o yana fırlayır, bu yana fırlayır. Bu kartı 100 dəfə qarışdırıb açsan, fərqli-fərqli şeylər çıxacaq. Təbii ki, kartla baxmaq heç bir halda düzgün deyil. Amma ekstrasens öz hissiyatı ilə hər şeyi deyir. Ona görə də yəni, bu kartı hamı qarışdırıb aça bilər də. Müraciət edəndə ekstrasensə müraciət etmək daha məsləhətdir.